Bu yaxşı havada siz yatanda mən təlimə gedirəm. Çoxunuzun seçimi Xəngəl olsa da mənim seçimim təlim oldu və təlim olduğuna görə də düşdüm 28-in küçələrinə. Avtobusdan düşəndən sonra isə piyada atmağa getdim. Yolda isə bu küçələr niyə boşdur deyə düşünərkən birdən ağlıma gəldi ki, girəndə məkanın girişini çəkim. Lakin mən bunu çəkəndə orada xala zibil tulladığına görə kadrı yenidən çəkməli oldum. İkinci bir estetik videoda çəkəndən sonra yolun boş olduğunu görüb tez yolun o tərəfinə qaçdım. Keçmiş illəri xatırladan bu məkana daxil olanda TikTokda viral olmadığına çox sevindim. Çünki hansı məkanlar TikTokda və yaxud da ki Instagramda viral olursa, tez bir zamanda o məkanlar da olur və orada dincəlmək və yaxud da ki istirahət eləmək qeyri-mümkündür. Gənc təlimçi Aytac Əzizbəylinin bədən dili adlı təlimini dinlədikdən sonra Kəmalə Rövşən həmişəki kimi bizi şirniyyatlara boğdu. Bu gördüyünüz çay süfrəsinin arxasında hər birimiz müxtəlif söhbətlər etdik. Bu söhbətlər sizin o gündəlik etdiyiniz qeybətlər və yaxud da ki dedikodular deyil. Biz hər birimiz burada öz inkişafımızdan və gələcəkdəki məqsədlərimizdən danışdıq. Bəli, inanmaq çətin olsa da biz orada yalnız özümüzdən danışdıq. Ən sonda isə təlimçimiz bizə bu cür kiçik qolbaqlar hədiyyə verdi. Bəs sən nə fikirləşirsən? Xəngəli seçməməyim yanlış mı oldu?